Ziyal Bey, əsl xoşbəxtliyin sirri nədir? Bütün dünya insanlarının axtardığı və kimisinin tapdığı, kimisinin tapmaqda olduğu, kimisini tapdığını zənn etdiyi, sonra aldandığını gördüyü o xoşbəxtliyin sirri çox sadə, çox incə, çox zərif bir idrakda yatır. Bütün insanlar xoşbəxt olmaq istəyir və hər bir kəs xoşbəxtliyi olduğu an və yerdə deyil də, olacağı an və yerdə olacağını zənn edir. Və bütün insanlar düşünür ki, hal-hazırda arzularında olan o hədəflərə çatarsa xoşbəxt olar. Və həmin insanlara bir sual vermək istəyirəm. Hal-hazırda olduğunuz yer bir zamanların arzusu deyilmi? Hal-hazırda olduğunuz yer bir zamanların arzusu deyilmi? Düşünün, görəcəksiniz ki, hal-hazırda olduğunuz yeri bir zamanlar arzulamısınız. İndi həmin mövqeydəsiniz və yenə də xoşbəxt deyilsiniz. Xoşbəxtliyin nə olduğunu birinci növbədə biz bilməliyik. Xoşbəxtlik nədir? Xoşbəxtlik insanın daxili aləmində bir sülh və sükun halıdır, bir huzur halıdır, bir vəcqəş halıdır, bir rahatlıq halıdır. İçində olduğu andan həzz alma halıdır xoşbəxtlik. İkinci, xoşbəxtlik insanın zahiri çevrəsi ilə digər insanlarla arasında olan münasibətlərdə bir sülh, sükun, sevgi, gözəllik halıdır. Üç, insanın inancına görə yaradanı ilə, yaşadanı ilə arasında olan münasibətlərdə olan bir huzur, sükut, həzz, vəcd və qəş halıdır. Yəni, hər üç cəhbədən insan tamamlandığı zaman, razı qaldığı zaman, bax, o insan xoşbəxt insandır. Və o insanın xoşbəxtliyini artıq heç bir kəs əlindən ala bilməz və heç bir kəs o insana mane ola bilməz. Və xoşbəxtlik elə bir arabanı sürən oğlandır. Arabanın atları zənginlik, sağlamlıq və uğurdur. Əgər o arabanı sürən oğlan oradadırsa, o atlar xidmət eləyəcək, arabanı çəkəcəklər. Əgər xoşbəxtlik yoxdursa, arabacı yoxdursa, zənginlik, uğur və sağlamlıq da sizdən uzaq qaçacaq. Xoşbəxtlik Nizami Gəncəvinin dili ilə desək, dahi şairimiz Nizami Gəncəvinin dili ilə desək, ver qəlbini Allaha, xoşbəxt olmaq istəsən, eşqin özü şahlıqdır, elə bil taxt üstəsən. Bəli, xoşbəxtliyin bir sirri var. Nizami Gəncəvi nə gözəl vurğulayıb, aç mənim üzümə sir xəzinəni, zülmətlər içindən xilas et məni. İnsan cəhaləti içrə bir zülmət içindədir. O zülmətdən nura çıxaraq addım-addım xoşbəxtliyini qazanıb, sonra əbədi xoşbəxt ola bilər. Və bu xoşbəxtliyi onun nə indiki maddi, nə də fiziki, sosial vəziyyəti dəyişə bilməz. Bəli, insan əsl xoşbəxt ola bilər. Xarici ünsürlərdən asılı olmayaraq daxili xoşbəxtliyini qazanıb və daxili xoşbəxtliyinin sayəsində zahiri faktorları da dəyişdirə bilər. Xoşbəxtliyin sirri insanın özünü tanımağındadır, özünü bilməyindədir və özünü bilərək özünü öz eləyən əsl yaradanı tanımağındadır xoşbəxtlik. Xoşbəxtlik insanın özünü bilməyində Yunus Emre gözəl qeyd edir, elm bilməkdir, elm özün bilməkdir. Sən özünü bilməzsən, bu necə elm bilməkdir? Nizami Gəncəvi də deyir ki, qüdrət elmdədir, başqa cür heç kəsə üstünlük eyləyə bilməz. Çox maraqlıdır ki, o elm hansı elmdir? O elm bugün bizim bildiyimiz kimya, biyologiya, fizikadırmı? Ki, müasir zamanəmizdə insanlar bunu çox gözəl bilib, artıq süni intellektə qədər gəlib çatmışıq. Amma yenə də dünyada müharibələr, qan, qada, savaşlar və bədbaxtlıqlar var. Deməli, bu elmdə başqa bir sir var. Bu elm başqa bir elmdir. Bu elm insanın özünü bilmə elmidir. Onu da yenə biz müraciət eləyəndə Nizami Gəncəvinin Sirlər xəzinəsinə
gözəl şəkildə izah eləyir hikmətlə. Nizami Gəncəvi deyir ki, insan üçün torpaqdan yaratdın mayəmi mənim, torpaqdan yem aldı bütün bədənim. Qovdun şirin yuxunu göz pərdəsi dalına, can köynəyi geydirdin bədənin zulalına. Sən bizə ruh verən günəşsən artıq, daima parlarsan biz də solmarıq. Və möhtəşəm bir beyt var ki, artıq orada Nizami Gəncəvi bunun sanki peçatını vurur. Dirilərin, sağların bütün kəşməkeşləri, həpsi Allaha təslim, Allah görür işləri. Yəni sənin hal-hazırda problem saydığın, dərd saydığın, qəm saydığın hər nədirsə, o zaman və məkan etibarilə sənə dərd olubdur. Bu andan illər öncə o sənin üçün bir problem deyildi. İllər öncə olan bir problem də indi sənin üçün bir problem deyil. Hal-hazırda zaman illüziyasına qapılmış bir izdırab, sıxıntı yaşayırsan və bunun da çözümü ver qəlbini Allaha, xoşbaxt olmaq istəsən, eşqin özü şahlıqdır, elə bil taxt üstəsən. Xoşbəxtliyin sirri insanın özünü bilərək, özünü var eləyən, yaradanı və yaşatanı idrak eləməklə asılıdır. Nədənsə insanlarımız xoşbəxtliyi bahalı maşınlarda, bahalı telefonlarda, bahalı villalarda və yaxud yüksək mərtəbəli vəzifələrdə görürlər. Və unutmayın ki, xoşbəxtlik sizin daxilinizdən başlayır. Daxildə olarsa zahirdəki sizi xoşbəxt eləyəcək. Daxildə xoşbəxtlik yoxdursa, zahir sadəcə sizə yük olacaq. Ey gözəl insan, yük sal, yükünü sal və yüksəl. Bəzən bizim qanatlarımız zincirə vurulur, kürəyimizdə bizə lazımsız bir ağırlıq dizlərimizi bükür. Halbuki o bizim qanatlarımızdır. O zincirləri qıraraq yüksəlməliyik. Nizami Gəncəvi təbiri ilə desək, uçur ərş aləminə, vücuddan qurtulanlar, Cəbrayıl qanadını taxır ruhuna onlar. Yüksəlmək üçün insan birinci növbədə mənəvi kimliyini tanımalıdır. Ruhi dəyərini anlamalıdır. Ondan sonra yüksələcək. Xoşbəxtlik bax bu yüksəlişdədir.